Özünüzü təqdim edin. Abbasov Fazıl Tağoğlu. Şikayətiniz nədəndir? Şikayətim, mən 14 ildir şəkər xəstəsiyəm. Əvvəli Laçından alırdım şəkər dərmanı, İndi Keçirbəl Ağcabədi rayonuna 5-6 aydır alırdım. Amma 2 aydır oradan da ala bilmirəm. Oradan Sevinç Qarayev var, şəkər həkimi. O deyir ki, təbii icazə vermiş, sizə insulin vermirik. Növravitdə alıram oradan 4 dənə. Başqa dərmanlar mənə verilmir. Televiziyada verilir ki, şəkər dərmanı pulsuzdur, vətəndaşa pulsuz paylanır. 4 dənə ruşka verirlər, indi o ruşkanı da kəsək ki, deyir, sizə olmaz. Tabletkanın da mənim şəkərim düşmür. Mənim şəkərim 600-ə yaxın olur. Dəfələrlə Ağcabədi rayonunda Taxta Körpü deyilən qəsəbə var, 500 qəsəbə. Skor gəlib üstümə, kuma vəziyyətinə düşürəm. Ayaqlarımda problem var, pis vəziyyətdədir. Nə bilim, qaraciyərim pis vəziyyətdədir, ağciyərimdə şiş var, pis vəziyyətdəyəm. Yəni, insulin ala bilmirəm, ona görə pis vəziyyətdəyəm. Bana Sevinç həkim deyir ki, təbii icazə vermir. Təbdən ona görə də insulin hissət düşmür. Amma tabletka verirlər yəni. Tabletka verirəm, tabletka da mənim şəkərimi düşürmür. Mən gedib aptekdən də alıram tabletka, əlavə atıram, yenə düşürmür. İnsulin vurulmasa düşmür şəkərim. 480-500 olur mənim şəkərim, 500-dən yuxarı olur. Siz bununla bağlı hansısa quruma müraciət eləmişsinizmi? Bəli. Ağcabədi dəfələrlə direktor var, Elnur həkim. Ona müraciət eləmişəm. Elnur həkim mənə deyir ki, Sevinç həkim nə deyirsə düz deyir. Deyirəm, Sevinç həkim mənə deyir ki, insulin sənə düşmür. Mən də 14 ildir insulindən istifadə edirəm. Tabletkanın mənim şəkərim kəsib deyil. Elnur həkimə deyirəm, gedib təbə şikayət edirəm, deyir, təbə şikayət edirəm, mən də təbə cavablandırıram ki, Sevinç həkim düz deyir, mənə şəkərdən mənə insulin düşmür. Səbəb nəyə göstərirlər? Səbəb deyir, təbii icazə vermir. Təbii icazə vermir. Yəni mütləqdir ki, sizin əliniz, ayağınız kəsilsin və yaxud da gözünüz çıxarılsın. Ondan sonra sizə dərman Göz həkimin çağırıb orada mən yoxlanmışam Ağcabədidə, Kəmalə xanım. Mənim yoxlayıb, mənə deyir ki, gözünə iynə vurulmadı, gözlərim tutulacaq, gözlərim pis vəziyyətdədir. Onu Elnur həkimin də yanında, direktorun yanında da deyib, Kəmalə həkim. Ki, sənin gözlərin pis vəziyyətdədir. Ya get Bakıda vurdu, göndəriş verək, ya get Mingəçə verək, Gəncəyə orada gözünə iynə vurulsun. Yəni gözlərim pis vəziyyətdədir, gözlərim görmür, aşkı ilə də yaxşı görə bilmirəm. Onkologiyada olmuşsunuz? Onkologiyada da olmuşam, ağziyarımda şiş var. İndi Allah'a şükür artım yoxdur, xoş xəsiyyətdir deyirlər. Dəfələrlə də olmuşam, mağdurluğu burada sənət də var. Yatış hansı xəstəxanalarda? Yatış dəfələrlə, indi 2 dəfə Respublikançı xəstəxanada, indi götürüb və bilgiyə 8-ci ayda yatmışam, müalicə götürmüşəm, analizlərin cavabları var, ən ağır şəkərim var. Mənə həkim deyib ki, belə şəkər olmaz. Çalış bunu aşağı sal. Mən də əlinə təhsilim, insulin vuran da düşür, insulin vurulmayan da düşmür. Əziz izləyicilər, nəzərinizə çatdırım ki, şikayətçimiz Laçın rayonunun sakindir. O, insulinlə bağlı problemini dilə gətirdi, bildirdi ki, Ağcabədi Mərkəzi Xəstəxanası ondan, o artıq 2 aydır ki, insulinlə təmin edilmir və şikayətçimiz bildirdi ki, yüksək şəkərdən, hətta 42 yaşlı bacısı da öz həyatını itirib, vəfat edib və bununla bağlı təbib rəhbərliyinə müraciət edərək öz haqlarını tələb edir. Siz Astayimsaz kanalındasınız, bizi izləməyi, videonu paylaşmağı unutmayın. Mən Cənab Prezidentə də müraciət edəcəm, Mehriban xanıma müraciət edəcəm. Ona görə ki, devlətimiz pulu ayırır, şəkər xəstələrlə dərman verilməsi üçün. Məhkumla müraciət edəcəm. Ala bilmirəm, Tiaqama verilməlidir, esensal verilməlidir, verilməsin, istəmirəm. Bir dənə insulin istəyirəm, o bir dənə insulini mən ala bilmirəm. Ona görə Cənab Prezidentə Mehriban xanıma da müraciət edəcəm. Çox sağ olun.